Sən demə paxıllıq, neynirmiş? Çox oğlum paxıllıq. Azərbaycanda ona görə çox xəstə var idi. Demək ki, paxıllıq eləyən adamlar Britaniya alimləri insan psixologiyası ilə bağlı ən çox araşdırma eləyən ölkə Britaniya alimləri. Araşdırma eləyib ortaya çıxardıblar ki, kimdə ki xroniki xəstəlik var, paxıllıq onu sürətləndirir, təkan verirmiş. Yəni xroniki bir xəstə var, deyək böyrəyi, nə bilim harası, ciyarı, ürəyi. Xroniki də bu adamda bu xəstəlik var. Sonradan yaranıb, anadan gəlmə yaranıb, fərqi yoxdur. Əgər həmən insan paxıldısa, yaşayacaqmışsa 10 il, sən demə yaş 26 il, 7 il. Vay, Allah bizə kömək olsun.